Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla İslamlıq ve tühlüğün 21. hissəsini başlarıq. Bütün yoldaşlara, eldaşlara salam deyip sağlamlıq arzuluram. Peyğəmbərşünaslığın 2. hissəsini sizinlə paylaşıram. Sözümün önünü Enfal surəsində 33. ayə ilə təbərrüşləndirirəm. Və ma kanəllahu liyuəzzibəhum və əntə fihim. Mənim Peyğəmbərim, sən millətin içində olan zaman mən onları incitməyəcəm, əzab verməyəcəm. Yəni Peyğəmbərin risalətini düz düşünmək, onun huzurunu toplumda dadmaq, rahatlıq, inciməməhlik gətirməlidir. Bu Qur'anın muştuluğudur. Biz bir müsəlman olaraq yaşayışda əzab çəkmək məcburiyyətində qalmamalıyıq. İslamı toplumun rahatsızlığı, onun huzursuzluğundan, onu tərsə düşünməkdən qaynaqlanır. İslam ərəblərə, tühlərə birlik, ağış ya sərvət, ebinc, dincəlik, ya rifah yaratdı. Peyğəmbəri şuubiyyə düşüncəsi qoymur belə düşünək. Mevlana Şəms divanında deyirdi, be mi'rac bərayid, ço az al rəsuli druxi mah bebusid, ço bər bam buləndi. Siz Peyğəmbərin hərəkətindən, duruş oturuşuğundan, danışığından elə anlam anlamalısınız. Adamlar dinc, zəngin yaşamalıdırlar. Peyğəmbər ərəbləri bayıtdı, yəni qəniləşdirdi. Peyğəmbərə bağlı olan toplum da gərək qəniləşə. Məhərrəm ayındayıq. Yeni gəlmişsən bütün yiğit ərən insanlara, zülmə qarşı çıxan adamlara İmam Hüseynin şəhadətini xatırlayaq. Deyirlər, o həzrət hər zaman özü ilə bu ibarəti oxuyarmış. İnnəlləhə yuhibbu məalil umur və yubqizu səfsafəha. Allah böyük işləri sevir, dəyərsiz işlərdən acığı gəlir. O da istəyirdi tarix boyu bir dəyərli iş yapsın. O iş sistematik zülmün qabağında dayanmaq idi. Eləyə bilərdi, hən desin, çeşitli fərqli yaşasın. İnsanlar yox deməklə böyülürlər, hən deməklə yox. İmam Hüseyin tarix boyu bir böyük yox dedi, tarixdə də qaldı. Onun bizim ağlamağımıza heç gərəyi ehtiyacı yoxdur. Amma onun yolunu getmək, sistematik zulmə, fəsada qarşı çıxmaq hər Hüseyinçiyə bir gərəkli dəyərdir. O, Tanrını sevirdi, ona qovuşdu. Mevlana demişkən, pəs əzabər xud konid ey murdəqan, zan ki bəs mərgi istinxabı geran, özünüzsüz indilik yas tutmalı, çün ölümdür yoxlamaq, yaslanmalı, ruh sultani zindani berəst, camı çün dərrim, çün xaim dəst, yaxayı yırtırsız, çəkirsiz odlu ah, sındırıb zindanını üstün o şah, çünkü işan xosrovu din budənd, vaxt şadist ço boksəstənd bənd. Onlayırdı çünkü dinin sərvəri, sındırıblar qeydi, yox matəm yeri, bərdel o dini xərabət nuh kon, ki nemi binəd cözin xak kohon, bulaşıq könüldən eyləsən giley, görməyir torpaqdan özcə ayrı şey. O həzrətin hərəkəti ilə bağlı çoxlu yanlış və tərsə düşüncələr vardır. Ustad Mutahhərinin Həmasi-i Hüseyni kitabını bir daha da oxumalıyıq. Tərsə düşüncə adamları tarix boyu axsaldar. Ulu dədə babalarımız demişkən, axsaq eşyəyin, axsaq da nalbənd olar. Təriqətdən, həqiqətdən, mərifətdən qaynaqlanan Qızılbaşı, Ələvi, Səfəvi, Türkü, Azərbaycanı, Şiəçilik İmam Hüseynə baxmağı Hindi, Məcusi, Farsı şiəçiliylə fərqlidir. Düşüncə, götürüm bir ağaca oxşar deyiblər. Ağac var, qaşıq olar, qaymaq yalar, ağac da var, qazıq olar, yəni çivzə olar, toxmaq yiyər. Bu ön sözdən keçsək, yeni bəhsimizə girməliyik. Biz keçmiş videolarda Peyğəmbərşünaslığı 5 açıdan ölçdük. Farabinin milli türkü İslamı fəlsəfəsində, Yusuf-i Xurasaninin Qutadğı bilikində, milli türkü İslami hikmətində, Qur'anda tamamilə ortaq sifətlərə yetişdik. Ortaq sifətlər Peyğəmbərşünaslıqda belədir. Peyğəmbərin öndər olaraq bədənin sağlamlığı ən birinci şərtdir. İkincisi ağıllı yanı
huşlu başlı, zəkalı, dirayətli yaddaşları təzəliyəndir. Üçüncüsü, əxlaqlı, yəni yaxşı danışan, gedişatı yaxşı olan, dözümlü, cəzbedəndir. Dördüncü, doğru, düz olmaq, yəni düz yolda gedən, düz danışanları sevəndir. Beşincisi, dünyaya ürək bağlamayandır. Yəni dünyanın dirhəm o dinarına, yeməyinə, içməyinə etinasız olandır. Altıncısı, bir parlaq məşəl ya odlac kimi hadi dəvətçi olandır. Bu, Türk müsəlmanların Qur'anda, hikmətdə, Farabinin milli fəlsəfəsində ortaq sifətləridir ki, Peyğəmbərşünaslıqda ortaya qoyduq. Nəhcül Bəlağə Həzrəti Muhammədin Peyğəmbərliyinə belə baxır. İnnəlləhə bəsə Muhammədən nəzirən lil-aləmin və əminən ələt-tənzil. Allah Həzrəti Muhammədi bütün adamlara nəzir, Qur'ana əmin göndərdi. Do ərsələhu daiyən iləl-həq, haqq üzərinə dəvətçi və şahidən ələl-xəlq, yaradılmışlar içində şahid. Fə bəlləğə risalat-ı Rəbbihi qeyrəvanin və la müqəssirin. Tanrının məktublarını baygınsız, yəni süslük eləməmək, qusursuz millətinə çatdıran idi. Tanrı yolunda cəhad edən və cahədə fillah, imamu mən ittəqa və bəsiru mən ihtəda. Təqvalı insanların imamı, hidayət olanların ışığı idi. Həzrət Peyğəmbərə imam deyirdi. Nübüvvətdən əlavə imaməti də ona məxsus bilirdi. Allahümmə cəl şəraifə sələvatik nəvamiyə bərəkatik əla Muhammədin. Mənim Allahım ən onaqlı, yəni şərafətli səlamları, salavatları, çoxlu, bollu bərəkətləri Muhammədə göndər. Əbdikə və rəsulikəl xatəm, ya xatəm, o sənin əbdin idi, son elçin idi. Lima səbəq vəl-fatih limən qələq, bağlı yolları açan idi. Vəl-məulin bil-həq, haqqı elan edən idi. Və dafi cəyşat-ül əbatil, batil ordusunu qovan idi. Əddami Sovlatel əzalil, yol azmışların saldırmalarını sındıran idi. Kəmahummel, elçilik onun öhdəsinə qoyularkən, fəztələə qaimən bi əmrik, bütün qüdrəti ilə ayağa qalxdı. Mustavfizən fi mərzatik, sənin onayı, yəni rizayəti qazanmaq üçün yeyin addımlar götdü. Qeyrə nakilin min qudumin, bir addım geri atmadı. Və la vahin fi uzumin, istəmliydi, iradəliydi. Vaiyən li vəhyik, sənin vəhyivi doğru, düzgün aldı. Hafizən li əhdik, haqqin odlacını yandırdı. Və əzaət təriq lil xabit, yanlış yol gedənlərə açıq, aydın yolu ışıqlandırırdı. Və hudiyyət bihil qulub, bədə xuzatil fitən vəl-asam, aldanmış, suçlu ürəklər ürəkləri düz yola yönəldirdi. Və əqamə bimuvəzzəhatil əlam və niratil əhkam, haqqin bayraqlarını qaldırırdı. Möhkəm qaydaların nurunu sıçradırdı. Kunna izə əhmərəl bəs, ittəqəyna bi Rasulillah, fələm yəkun əhədun minna əqrəb iləl-ədov. Döyüş başlananda biz ona sığınırdıq. Kimsə düşmənə ondan yaxın deyildi. Gördüyünüz necə sifətlər Peyğəmbərə Mevla Əli əleyhissalam sayırdı. İndi isə Mevlanaya baxaq. 56-cı dəfə Mevlana Məsnəvidə deyirdi, qoft Peyğəmbər. Yəni Peyğəmbərdən bir hədis ya bir söz istəyir desin.
گفت پیغمبر. örnek için گفت پیغمبر حق فرموده است قصد من از خلق ihsan بوده است. Yaradıb ihsan üçün bu aləmi günəşi paylandırır hər zərrəni. Türk ərəb dünyasında heç bir arif Mevlana kimi Peyğəmbərdən ad çəkməyibdir. Onun şəxsiyyəti irfanda bir qutbul əqtab olubdur. Onun adı gələndə Mevlana ayağa durarmış. Az dirəmha nam şahan bərkənənd, nam Əhməd ta qiyamət mizənənd. Şahların adın silərlər sikkədən, düşməz əmma Əhməd adı sikkədən. Nam Əhməd nam cümlə ənbiyaست. چون که 100 آمد 90 هم پیش ماست. Ənbiyaya Əhməd adı müjdədir, bəllidir. 100 gəldi, 90 bizdədir. Nur haq deyid ona. ما رمیت از رمیت Əhməd بود است. دیدن او دیدن خالق şude است. Sən deyilsən o ki attın, attı hu. Onu gördüyün, sanki gördün sən onu. خدمت او خدمت حق کردن است. روز دیدن دیدن آن روزن است. Ona qulluq haqqə qulluqdur yəqin. Bacanı görməkdə gündüz görməyin. Ona təbib deyildi. ما طبیبان الهیم، ما طبیبانیم شاگردان حق. بهر قلزم دید ما را فنفلق. آن طبیبان طبیعت دیگرند که به دل از راه نبزی بنگرند. Bizləri haqqin özəl şagirdləri, yeri gəlsə yararıq dəryaları. Nəbzi tutmaqla bilənlər illəti, oxuyanmazlar oxunmaz niyyəti. Hidayətgər deyirdi. Xizr vəqti qovs hər kəşdi tovi, həmçə ruhullah məkon tənha rəvi. Aqil bilirdi, əqli kol bilirdi. Aqili bər əsb mi آمد سوار, bər dəhane xufteyi mi رفت مار. Bir ümmətin anadadəsi bilirdi. تو مرا جویان مثال مادران, من گریزان از تو مانند خران. Fəthül-Fütuh bilirdi, açılışıq bilirdi. Onun qabağında düyün yox idi. Həst şarat-ı Muhammed el-Murad, kul quşad əndər quşad əndər quşad. Xatəmiyyət və xatəmiyyəti ona məxsus bilirdi. در گشاد ختمها تو خاتمی, در جهان روح بخشان تو خاتمی. Düyün açmaqda sənin yoxdur tayın, dirilik mülkündə hatəmdir adın. Hər peyğəmbər səxduru بود در جهان, یک سواره کوفت بر جیش şahan. İradəli, möhkəm, təh gücü ilə bütün bir orduya hücum aparırdı. Məsnəvidə ayrı sifətlər də peyğəmbər üçün gəlibdir. Nuh, Xizr vəqt, هادی شم، مبارک موسی، عالم اکبر، شاه بی بدیل، سلطان، سلطان جان، سلطان عبس، سلطان البشر، سلطان خجسته، شاهنشاه، شاه نجاه، شاه و نجم، محتشم شاه، شاه بی حاشیت، شاه مطاع. حقیقت کبرا، روح البلاد، ورای عقل، رشید، صد قیامت، محشر، فخر البشر، خیر الورا، زبده vücud, xatəm ənbiya, fəxr ənbiya. Gördüyünüz kimi Türkün milli fəlsəfəsi Farabinin düşüncəsindən qaynaqlanaraq, milli hikməti də qutadğı bilikdən alınaraq, Peyğəmbərşünaslıqda Qur'an ilə, Nəhcül Bəlağə ilə, Məsnəvi ilə ortaq sifətləri daşıyır. Şuubiyyə düşüncəsində Peyğəmbərə baxışıq, davranışıq tamamilə Türkün milli düşüncəsi ilə fərqlidir. Mevlana Şəms divanında deyirdi: Əhməd ço مرا بیند رخ زرد و چنین سرمست, او چشم مرا بوسد من دست ورا پیوست. Mevlana deyirdi, Peyğəmbər məni görsə, o mənim gözümdən öpər, mən də onun əlindən. Sağ olun, gələn görüşə qədər.